Hər birini salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, Sadiq müəllim sizlərə blok sürət qrupları necə olacaq o haqqda danışacaq. Həm ədəbiyyatdan, həm Azərbaycan dilindən. Ətraflı məlumat verəcək ki, Sadiq müəllim necə işlədir, nələr işlədir və sizlər qoşulanda necə işləyəcəksiniz. O barədə məlumat verin müəllim, zəhmət verirsə. Təşəkkür edirəm Nicat müəllim. Mən də izləyicilərimizin hər birini salamlayıram və qeyd etdiyiniz sualı cavablandırmaq istəyirəm. Deməli, bizim dərslərimiz iki formada, həm əyani, həm onlayn şəkildə olacaqdır. Əyani dərslərimiz 20 yanvarda Ellər Akademiyada olacaqdır və onlayn dərslərimiz isə Zoom proqramı ilə keçiriləcəkdir. Əyani dərslərimizin sayı həftədə 3 dəfədir və onlayn dərslərimiz isə deməli həftədə 5 dəfə olacaqdır. Deməli 5 dəfə olmağının səbəbi odur ki, yəni orada bütün proqramı başdan ayağa keçək, qısa şəkildə olsa hamısını keçək və müxtəlif illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarının, o cümlədən sınaqlarını yaxşı şəkildə analiz edib, bütün sınaqlarını və qəbullarını işləmək, bundan əlavə olaraq dimin bir qolu olan OTK-nın bütün sınaqlarını işləmək, tək 24-25-ci ildəki yox, ondan əvvəlki illərdəki də OTK sınaqlarında işləmək, ondan əlavə olaraq yəni ən çox, yəni sözünü demiş kurslar var, nəşriyyatlar var ki, onların test banklarını və sınaqlarını işləyib, analiz eləmək və orada şagirdlərin etdikləri səhvləri ətraflı şəkildə izah eləmək və ya çətinlik çəkdiyi mövzuları qısa, asan üsullarla izah eləməkdir ki, buna geniş vaxt lazımdır ki, bunun üçün də həftədə 5 dəfə nəzərdə tutmuşam, həftədə 5 dəfə keçəcəm, həm Azərbaycan dilini, həm də ədəbiyyatı. Və bundan əlavə olaraq, yəni sual-cavablar da olacaqdır qrupumuzda, yəni dərsdə, həm xüsusən də ədəbiyyat dərsindəki, yəni bu vacib olan məsələlərdəndir ki, yəni şagirdlərə ən çox lazımlı məsələdir. Bundan əlavə olaraq özümün də, yəni yazdığım, tərtib elədiyim sınaqlar var ki, həm mövzu, həm ümumi, yəni bunların da hər birini abituriyentlərimizə işlədəcəm və izah eləyəcəm onların hər birini və əlavə də olaraq, yəni ehtiyaca görə şagirdlərin işləmə qabiliyyətinə, bacarığına görə də əlavələ testlərini də zənginləşdirib testləri keçəcəm. Məncə bu qədər materialdan sonra artıq şagirdlərin yüksək nəticə göstərməsi qaçınılmazdır. Yəni bu qədər material işləyəndən sonra, bu qədər dərs keçiləndən sonra inşallah hər biriniz yüksək nəticə göstərəcəksiniz. Elə keçən illərdə müəllimin kifayət qədər şagirdi, hətta 6 şagird olmalı idi. Yüksək bal topladılar. Məsələn, sadəcə 3-cü qrupdan. Bəli, 3-cü qrupdan 6 nəfər də. Yəni buraxılışda o buraxılışda kifayət qədər şagird 100 və 90 plus üzəri toplamışdı. Amma 3-cü qrup üzrə məsələn ən yüksək nəticələr Həzər idi, Surə idi, orada digər Nərmin idi, Necan idi və digər şəxslər idi ki, maksimum nəticə toplamışdılar. İnşallah sizlər də onlardan biri olacaqsınız. Yəni kim yüksək nəticə göstərmək istəyirsə, tam arxayınlıqla buyurub qoşula bilər. Yəni ilk dərs ödənişsizdir, buyurub qoşulub baxa da bilərsiniz, sonra davam edə bilərsiniz. Yəni o artıq görəcəksiniz hər bir şeyi. Tövsiyə edərdim. Yəni məndən bəzən şagirdlər soruşurlar, mən tamamilə arxayınlıqla tövsiyə edə bilərəm. Buyurub qoşulub yüksək nəticə toplaya bilərsiniz. İnşallah Sadiq müəllim isə dəstək videolarda gələcək. Yəni abituriyent jurnalıdır, keçən ilki imtahanlardan qəbulda olmuş suallardır və digər dəstək videoları sizlər üçün gələcək. Sadiq müəllim onu təqdim edəcək sizlər üçün. Sağ olun, məncə bu qədər bəsdir. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat.